Euzubillahimineşşeytanirracim. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yassirli emri ve hlul ukdeten min lisani yefkahu kavli bi rahmetike ya erhamer rahimin. Bugünkü mövzumuz insan bəhsidir, iman bəhsidir. İnsan və iman bəhsindən danışacağız. 23-cü söz, 3-cü nöqtə. İman həm nurdur, həm qüvvətdir. İman nurdur, bir də qüvvətdir. Evet, həqiqi imanı əldə edən adam kainata meydan oxuya bilir və imanın qüvvətinə görə hadisatın tazikatından qurtula bilir. Təvəkkəltü alallah der, sefine həyatda kəmalə əmniyyətlə hadisatın dağlarvari dalğaları içində seyran edər. İmanı həqiqi imanı əldə edən adam kainata meydan oxuya bilər. Yəni nə deməkdir həqiqi iman? İmanın iki cür növ var. Bir təhqiqi iman var, yəni həqiqi iman. Bir də ki, ikinci, yəni zahiri iman var. Zahiri iman nədir? Zahirən iman edir. Buna avamcasına iman da deyirlər. Yəni kainat bir də Allah var. Və təhqiqi iman araşdıran adam. Həqiqi imanı əldə edən adam, bu təhqiqi imanı araşdıraraq əldə edən adam kainata meydan oxuya bilər. Kainata meydan oxuya bilər və dünyanın təzyiqlərindən xilas ola bilər. Allaha təvəkkül eləyər, Allaha pənah eləyər. Həyat gəmisində sağ-salamat, tam bir əminliklə, qorxmadan hadisələrin dağlarvari dalğalarından xilas olar. Bütün ağırlıqlarını qadir mutlaqın yedir qüdrətinə əmanət edər, rahatla dünyadan geçər, bərzaqda istirahat edər. Buradan hansı məsələyə toxunulur daha çox? Yəni, bu hissədə iman edən insan həyat yükünü çiyninə almalıdırmı? Bütün dünyanın ağırlığını öz çiynində daşımalıdırmı? Bu sualın cavabı axtarılır. Əgər bilsə ki, o dünya yükünü daşımaq üçün gəlməyib, əmanəti sahibinə həvalə eləyər, nəticədə cənnətə uça bilər. Yoxsa təvəkkül etməzsə, yəni Allahın qüdrətinə, elminə, hikmətinə pənah eləməsə, dünyanın ağırlıqları uçmasına deyil, bəlkə əsfəl safilinə, tam dibə çəkər. Cəhənnəmin tam dibinə çəkər. Demək, iman tevhidi, tevhid təslimi, təslim təvəkkülü, təvəkkül saadət-i dareyni iqtiza edər. İman Allahın tevhidini tələb edir. Tevhid nə deməkdir? Allahdan başqa ibadətə və itaətə layiq olacaq məbud yoxdur. Allahın birliyi. Tevhid təslimi tələb edir. Yəni, sən Allaha tam iman eləyirsən, tam əmniyyət eləyirsən, tam ona sığınırsan. Təslim təvəkkülü. Təvəkkül artıq pənah eləmək deməkdir. Təvəkkül də hər iki dünyada saadəti tələb edir. Fakat yanlış anlamam. Təvəkkül esbabı bütün rədd etmək deyildir. Yəni, təvəkkül nə demək? İnsan düşür ki, evdə Allahdan buyruq, ağzıma quyruq, belə deyil təvəkkül. Yəni, səbəblərə rəayət eləyəcəksən. Səbəblərə rəayət eləyəcəksən. Bəlkə esbabı dəst-i qüdrətin pərdəsi bilib riayət edərək. Səbəbləri Allahın qüdrət əlinə bir pərdə kimi görəcəksən, ona riayət edəcəksən, əsbaba təşəbbüssə bir nevi duayı fiili tələqqi edərək, səbəblərə riayət eləmək, səbəblərə təşəbbüs etmək də bir fiili duadır. Demək, duanın indi sonra oxuyacaq iki qismi var. Var fiili dua, var qavli dua. Fiili dua hərəkətlə edilən duadır. Qavli dua da sözlə edilən duadır.
müsebbebatı yalnız Cenab-ı Hak'tan istemək və nəticələri ondan bekləmək və ona minnətdar olmaqdan ibarətdir. Bunun düsturu nədir? Səbəbləri riayət edəcəksən, nəticəni özündən yox, Allahdan biləcəksən. Təvəkkül edən və etməyənin misalləri şu hekayəyə bənzər. Vaxtilə iki adam həm bellərinə, həm başlarına ağır yüklər yüklənib, böyük bir səfinəyə bir bilet alıb girdilər. Birisi girer girmez yükünü gemiye bırakıp üstünde oturup nezaret eder. Diğeri hem ahmak hem mağrur olduğundan yükünü yere bırakmıyor. Ona denildi, ağır yükünü gemiye bırakıp rahat et. O dedi, yok ben bırakmayacağım. Belki zayi olur, ben kuvvetliyim, malımı belimde ve başımda muhafaza edeceğim. Yine ona denildi, bizi ve sizi kaldıran şu emniyetli Sefine-i Sultaniye daha kuvvetlidir, daha ziyade iyi muhafaza eder. Belki başın döner, yükünle beraber denize düşersin. Hem gittikçe kuvvetten düşersin. Şu bükülmüş belin, şu akılsız başın gittikçe ağırlaşan şu yüklere taqət getirmeyecek. Kaptan dahi eğer seni bu halde görse ya divanedir diye seni tart edecek ya herkese maskara olursun. Çünkü ehli tahkikin nazarında zaafı gösteren tekebbürün ile, aczı gösteren gururun ile, riyayı ve zilleti gösteren tasannuğun ile kendini halka müthike yaptın. Herkes sana gülüyor denildikten sonra o biçarenin ağlı başına geldi. Yükünü yerine koydu, üstünde oturdu. Oh, Allah senden razı olsun. Zahmetten, hapisten, maskaralıktan kurtuldum dedi. Allah'a pənah eləyən və eləməyənin misallarını ustad nümunə gətirir. Nəyə bənzəyir? Nəyə bənzəyir onlar? Məsələn, iki nəfərə bənzəyir. Biri gəmiyə minir, ikisində də yük var. Həmən dərhal yükünü gəmiyə qoyur, o birisi isə belində saxlayır. Ona deyir ki, yükünü gəmiyə qoy da. Deyir, yox, birdən oğurlar eləyərlər, mən yükümü özüm saxlayacağım. O deyir ki, bunun bir sıra problemlər var. Bir, cəmaat sənə baxıb güləcək. İki, kapitan deyəcək, məni saymamaya etibarilə məni təhqir eləyir. Üç, yükünlə bərabər başın fırlanıb dənizə düşəcəksən. O da görür ağırlı məsləhətdir, qaldırır yükünü qoyur gəmiyə çiynindən. Və deyir ki, oh, yaxşı elədin, xilas elədin məni. Nədən? Gülüş vəziyyət düşməkdən, həbsdən, bir də ki, dənizə yıxılıb ölməkdən. Dünyanın dərsləri elə budur. Hə, İşte ey tevekkülsüz insan, ey Allah'a pənah eləməyən, Allah'a sığınmayan insan. Sen de bu adam gibi aklını başına al, tevekkül et. Ta bütün kainatın dilenciliğinden ve her hadisetin karşısında, her hadisenin karşısına titremekten ve xodvuruşluktan ve maskaralıktan ve şekavet-i uhreviyeden ve tazikat-ı dünyeviye hapsinden kurtulasın. Sen de der Allah'a pənah elə ki, kainatın dilənciliyindən xilas olasan. Hadisənin qarşısında titrəməkdən, qorxudan, gülünc vəziyyətə düşməkdən, şikayətlərdən, dünyəvi təzyiqlərin həbsindən xilas olasın. Dördüncü nokta. İman insanı insan eder. Bayaqlarda deyildi, yəni iman bəhsi nədir? İnsan və iman. Nəyə görə iman? Çünki iman insanı insan eder. Belki insanı sultan eder. Əslində qalsa iman insanı sultan eləyər. Mənəvi səltənətin sultanı eləyər. Öyle isə insanın vəzifəyi əsliyəsi iman və duadır. Elə isə insanın əsl vəzifəsi iman etməkdir və dua etməkdir. Küfür insanı gayet aciz bir canavar hayvan eder. Küfür de imansızlıqdır. İmansızlıq insanı çox vəhşi, aciz bir heyvana çevirir. Şu məsələnin binlər dəlillərindən yalnız hayvan və insanın dünyaya gəlmələrindəki farkları o məsələyə vazih bir dəlildir və bir bürhan-ı qat'idir. İndi bunun sübutu nədir? İnsanla heyvanın dünyaya gəlməyində. Sübutu, nəyin sübutu? İman insanı həqiqətən insan eləyirmi? İmansızlıq həqiqətən də insanı vəhşi, aciz məxluq eləyirmi? İnsanla heyvanın dünyaya gəlişindəki fərqlər bunun sübutudur. Evet, insaniyet imanla insaniyet olduğunu, insanla hayvanın dünyaya gəlişindəki farklılar göstərir. Çünki
Hayvan dünyaya geldiği vakit adeta başka bir alemde tekemmül etmiş gibi istedadına göre mükemmel olarak gelir. Yani gönderilir. Yani heyvana baktığımız təqdirdə nə görürük? Sanki dünyaya gələn kimi elə bil o dünyada xüsusi olaraq proqramlaşdırılıb göndərir. Hər şey hazırdır. Ya 2 saatdə, ya 2 gündə, ya 2 ayda bütün şərait həyatiyyəsi və kainat olan münasibətini və qavani həyatını öyrənir, mələkə sahibi olur. 2 saatdə, 2 gündə, 2 ayda bütün həyat şəraitini öyrənir. Kainatla münasibətini öyrənir. Həyat qanunlarını öyrənir. Müəyyən bir istedad və peşə sahibi olur deyildi. İnsanın 20 sənədə qazandığı iqtidar həyatiyyeyi və mələkəyi əməliyyeyi 20 gündə sərçə və arı gibi hayvan təhsil edir, yəni ona ilham var. Mələkə insaniyyədir. İnsan iş qabiliyyəti, danışma qabiliyyəti, yerimək qabiliyyəti, həyat şəraitində uyğunlaşma qabiliyyətini insan 20 ildə formalaşdırırsa, insanda 20 il bu formalaşırsa, quş və digər heyvanlarda 20 gündə formalaşır. Demək, hayvanın vəzifə-i əsliyəsi təallümlə təkəmmül etmək deyildir və marifət kəsb etməklə tərəqqi etmək deyildir və acizini göstərməklə mədəd istəmək, dua etmək deyildir. Bundan nə aydın olur? Əgər o bilikli şəkildə, məlumatlı şəkildə, qabiliyyətli şəkildə bu dünyaya göndərilirsə, deməli vəzifəsi öyrənmək deyil. Yəni, 2 tələbə təsəvvür edin. İkisi də müəyyən bir dil öyrənməyə gəlib, deyilirsə, yəni. Sinfə gəlib də. Biri keçilən mövzuların hamısını bilir. Əzbər bilir. O birisi isə heç nə bilmir. Deyə bilərsənmi ki, o da öyrənməyə gəlib? Yox, deyə bilmərik. Çünki o bilir axı. Demək, o başqa məqsədlə sinfə girib. Onun sinfdə girişi məqsədi başqadır. O birisi tələbə isə heç nə bilmədiyindən bunun məqsədi öyrənməkdir. İstəməkdir. Soruşmaqdır. Bəlkə vəzifəsi, bəs onda vəzifəsi nədir? İstedadına görə təəmmüldür, əməl etməkdir, ubudiyyəti fiiliyyədir. Nəyi bacarırsa o istedada görə hərəkət eləməkdir. Belə deyək də, sinfə girəndə sinfə xadiməçi də girir, yəni məktəb işçisi girir. O məktəb sinfə girmir ki, o nəsə öyrənsin. Nəsə təmir eləmək, süpürmək üçün, o vəzifəsini görmək üçün. Heyvan da elə şəkildə ona hansı istedad verirsə, o istedada görə göndərilir. İnsan isə, indi insandan bəhs edir. İnsan isə, yuxarıdakı hansı mövzuya toxunduq bayaqları, pənah etmək, sığınmaq, təvəkkül etmək mövzusuna toxunduq ki, iman təvəkkülü tələb edir. İman tevhidi, tevhid təslimi, təslimi təvəkkülü, təvəkkül də saadət dariyin iqtiza edir. İndi burada biz nə öyrəndik? İnsanın vəzifəsi nədir? Dünyaya gəliş vəzifəsi nədir? İnsan isə dünyaya gəlişindəki hər şeyi öyrənməyə möhtac və həyat qanunlarına cahil, hətta 20 sənədə tamamən şərait həyatı öyrənəmiyor. 20 ildə həyat şəraitini öyrənə bilmir. Bəlkə axır ömrünə qədər öyrənməyə möhtac, həm qayət aciz və zayıf bir surətdə dünyaya göndərilir. 1-2 sənədə ancaq ayağa qalxa biliyor. 15 sənədə ancaq zarar və mənfəəti farq edər. Həyat-ı bəşəriyyənin müavinəti ilə ancaq mənfəətlərini cəlb və zararlardan qurtula bilir, sakına bilir. Demək ki, insanın vəzifə fitriyyəsi təallümlə təkəmmüldür, dua ilə ubudiyyətdir. İnsan da bu dünyaya hələ dünyaya gələndə fırlana bilmir, yəni. Yeməyini qəbul eləyə bilmir. O yeməyin ağzına gətirirlər, soğuşdururlar. 2 ildə ancaq yeriyir, 2 il ərzində. 15 ildə mənfəət və zərəri fərq edir. Və insan vəzifəsi nədir? Təallümlə təkəmmüldür. Yəni, öyrənərək inkişaf mərhələlərini keçməkdir. Yeriməyi öyrənirik və artıq professionallaşırıq yeriməkdə. Çaşmırıq. Yemək yeməyi öyrənirik, daha heç kim bizə öyrətməyə ehtiyac var. Buna professionallaşırıq.
Paltarımı, ayaqqabı, uşaq görürsə bəzən ayaqqabılarını tərs geyinirdi görün. Ayaqqabı geyinməyi öyrənirik. Sonra heç kimizə ayaqqabı geyindirmir. Ömrümüz boyu öyrənməyə möhtac olan bir varlıq olaraq yaradılmışıq və öyrənərək inkişaf etmək üçün gəlmişik. Bu bir. Bu bir. Təəllümlə təkəmmül etmək üçündür. Dua ilə ikincisi istəyərək Allaha qulluq etmək üçün gəlmişik. Deməli, mənim gücüm yoxdur. Kimin mərhəməti ilə böyle hakimane idarə olunuyorum? Məndəki bu enerji, bu güc necə düzəlir, necə istehsal olunur, necə yaranır? Hardan gəlir? Kimin qüvvətidir? Kimin sayəsində ayağa qalxıram? Kimin sayəsində yaşayıram? Kimin sayəsində dolanıram? Kimin kərəmi ilə böyle müşfiqanə tərbiyə olunuyorum? Nasıl birisinin lütflarıyla böyle nazininane besleniyorum ve idare ediliyorum bilmektir. Kim beni bəsləyir? Kim beni qidalandırır? Yəni, mən yeməyi atıram ağzıma, çiynəmək kimi. Çiynədikdən sonra buradakı prosesləri mən idarə eləmirəm. Allah idarə edir yəni. Onun yağını ayırır, duzunu ayırır, qidasını ayırır, vitaminini ayırır. Ürəyə filan qədər gedəcək, böyrəyə filan qədər gedəcək, gözə filan, qulağa filan qədər, hamısını ayırır və oradakı kimya prosesləri təmin etməli ki, istilik nə yuxarı qalxsın, nə aşağı düşsün, normal bədəndə qalsın. Göyün 7 qatı atmosfer, 7 atmosfer qatı o qədər təzyiq göstərir ki, o təzyiqin altında əgər daxili təzyiq normada olmasa əzilib gedərik. Daxili təzyiq onu normada saxlayır. Bəli, bəli. Bunun bu prosesləri kim idarə edir? Kimin sayəsində proses? Demək ki, insan bu aləmi ilim və dua vasitəsilə təkəmmül etmək üçün gəlmişdir. İnsanın demək gəliş məqsədi nədir? Elm və dua vasitəsilə inkişaf eləmək üçün gəlir. Mahiyyət və istedad etibarı hər şey elmə bağlıdır. Yəni, bizim gördüyümüz hər şey mahiyyəti elmlə bağlı. Yəni, elmlə əlaqəlidir. Elmsiz ola bilməz. Hər şeydə bir elm var. Bayaqlar sadaladım axı. Geyinmək, yatmaq, durmaq, oturmaq bir elmdir. Bunlar hamısı öyrədilib, fitri olaraq gəlməyib. Və müəllim bir şey deyim, sən də Allah bizə elə-belə göndərməyib bura. Bugün bu şey mənim bütün günü beynimdə fırlanıb. Ki, insanın vəzifəsi bu imiş. Mən bir dənə yerdən gəldim Müşbətandan. Yəni haşiyədən biraz çıxıram. Yəni gör mən siz danışa, yəni insanın vəzifəsi o deyil. Eşən orada gördüyüm deyil. Orada gördüyüm o deyil. Onu istəməm. Mən onu fikirə yol boyu 2 saat yarıma gəlmişəm toplada. Beynimdə ancaq o fikir. Yəni insan vəzifəsi budur. İnsana verilən o hissiyatları, o böyük xüsusiyyətləri bu dünya üçün istifadə. Özün yiyirsən, doğru. Yəni ki, şükürlər olsun Allah. İndi bu gün oturup mən ona qulaq asıram, Allah razı olsun. İnsanın əsl vəzifəsi elm və dua vasitəsilə təkəmmül etmək üçün gəlir. Mahiyyət və istedad hər şey elm var və bütün ulum haqiqiyyənin əsası və madəni və nuru və ruhu marifətullahdır. Bunun üst əsası da iman billahdır. Bütün həqiqi elmlərin əsası mədəni, yəni mədən nə deməkdir? Faydalı qazıntıların çıxarıldığı yer. Qaynağı, nuru, ruhu marifətullah, yəni Allahı tanıma elmidir. Və onun üssül əsası da, onun əsasının əsası da Allaha imandır. Yəni Allaha iman eləyəcəksən, sonra Allahı tanıma elmini öyrənəcəksən. Allahı tanıma elmini öyrənib Allaha iman etməyəcəksən. Həm insan nihayetsiz acısı ilə nihayetsiz bəliyyətə maruz, vədsiz adanın hücumuna mübtəla və nihayetsiz fakrı ilə bərabər nihayetsiz hacıda giriftar və nihayetsiz metalimə mühtac olduğundan bir de ziddiyyət var. Yəni nədir ziddiyyət? İnsan sonsuz dərəcədə acizdir, ona sonsuz dərəcədə bəlalar hücum eləyir sanki.
İnsan sonsuz dərəcədə yoxsuldur, kasıbdır. Onun da sonsuz ehtiyaçları var. İnsanın sonsuz ehtiyaçları var. Bu baxımdan da əsl fitri vəzifəsi imandan sonra duadır. Dua da yalvarış və yaxarış deməkdir. Dua isə əsası ubudiyyətdir. Dua da ibadətin əsasında dayanır. Nasıl bir çocuk eli yetişmediği bir meramını, bir arzusunu idare etmek için ya ağlar ya ister. Yani bir uşağın nümunə göstər. Eli yetişmeyenin bir məqsədi, həyatı keçirmək üçün bir məqsədi neyli? Ya ağlayar, ya istəyər ki, onu mənə ver. Yani ya fiili ya kavli lisan hadisiyle dua eder. Yani iki cür. Ya elinlə belə istəyər. Bir uşaq var, danışmır, əlinlə belə idi. Əlinlə istəyər. Və yaxud da ağlayar, dilinlə istəyər. Yəni ya fiili dua eləyər, ya qavli dua, yəni sözlə bir də hərəkətlə dua eləyər. Və nəticədə maksuduna müvəffəq olur, istəyinə çatır. Öyle də insan bütün zihayat alemi içində nazik, nazenin, nazdar bir çocuk hükmündedir. İnsan da bütün canlı məxluqlar içində o incə, ərköyün, nə bilim, nazlı, uşaq kimidir. Rahmanur-Rahimin dərgahında ya zaaf və aczi ilə ağlamaq və faqr və ihtiyacı ilə dua etmək gərəkdir. Allahın dərgahında ya zəifliyini göstərir, acizliğini göstərərək ağlayır və yaxud da fəqr və ehtiyacını göstərərək dua edir. Ta ki makası da ona musaxxar olsun və ya təsxirin şükrünü eda etsin. Yəni, niyə? Ehtiyacı var, ona görə istəyir. Ehtiyaclı varlıqdır insan. Bayaq sayda niyə ehtiyacı var? Yoksa bir sinekten vavila eden ahmak ve haylaz bir çocuk gibi ben kuvvetimle bu kabile tezkir olmayan ve 1000 derece ondan kuvvetli olan acayip şeylere tezkir ediyorum. Ve fikir ve tedbirimle kendime itaat ettiriyorum deyip küfranı nimete saptırmak, insaniyetin fıtratı asliyesine zıdd olduğu gibi şiddetli bir əzabı kendini müstahak eder. Və yaxud da bir uşaq desə ki, mən bu yekələrin hamısını, böyülən hamısını öz gücümlə özümə tabilətdirirəm. Mən idarə eləyirəm bu yekələri. Desə, qulağın dibinə bir şeylər olacaq, deyir ki, yəni insana verilən bu nimətlərin hamısı, bizim üstümüzdəki olan bu qabiliyyət, hamısı Allahın verdiyi bir qabiliyyətdir. Deyəməzsən ki, mən öz elmimlə, qüdrətimlə bunu qazandım. Allah vermiş. Sən istəmişsən, Allah vermiş. 5-ci nokta. Yuxarıdakı məsələləri bir daha xatırladaq. Əvvəlki qeyd olunan məsələ. Birinci, insan Allaha təvəkkül etməsi lazımdır. Allaha təvəkkül eləyək. Allaha sığmaq o deməkdir ki, sən səbəblərə riayət eləməyəcəksən. Sən işinə gedəcəksən, gücünə gedəcəksən, sən yeməyini yeyəcəksən, hər şeyini eləyəcəksən. Səbəblər riayət et. Çünki səbəblər riayət eləmək də bir duadır. İkincisi, insanın bu dünyaya gəliş məqsədi nədir? Elmlə və dua vasitəsilə, ibadət vasitəsilə təkəmmül etmək üçün, inkişaf etmək üçün, kamillik səviyyəsinə çıxmaq üçündür. Bu məsələni də burada xülasə elədik. Digər məsələ. 5-ci nokta. İman duayı bir vesile kat'iyi olarak iktiza ettiği ve fıtrat insanı onu şiddetle istediği gibi Cenab-ı Hak dahi duanız olmazsa ne ehemmiyetiniz var mealinde kul ma ya'ba bikum rabbi levla duaukum ferman ediyor. Hem ud'uni estecib lekum emrediyor. Eğer desem birçok defa dua ediyoruz kabul olmuyor. Halbuki ayet ümmidir. Her duaya cevap var ifade ediyor. Yani Kur'an-ı Kerim'e ne diyor ayet-i kerimede? Duanız olmazsa ne ehemmiyetiniz var? Veyahut da başka bir ayette ne diyor? Ud'uni estecib lekum. Yani mənə dua edin, size cevap verim. Deyir, bu ayeler var. Ancak dua edirik, kabul olmur. El cevap. Cevap vermek ayrıdır, kabul etmek ayrıdır. Her dua için cevap vermek var. Fakat kabul etmek ya aynı matlubu vermek Cenab-ı Hakk'ın hikmetine tabidir. Mesela
Hasta bir çocuk çağırır. Ya hekim bana bak. Hekim lebbeyk der. Ne istersin cevap verir. Çocuk şu ilacı ver bana der. Hekim ise ya aynen istediğini verir yahut onun maslahatını bilen ondan daha iyisini verir yahut hastalığın zar olduğunu bilir hiç vermez. İşte Cenab-ı Hak Hakim-i Mutlak hazır nazır olduğu için abdin duasına cevap verir. Vahşet ve kimsesizlik dehşetini huzuruyla ve cevabıyla ünsiyete çevirir. Fakat insanın perestane ve heveskarane tahakküm ile değil, belki hikmet Rabbani'nin iktisasıyla ya matlubunu veya daha evlasını verir ve hiç vermez. Demek Allah Teala insanın duasına cevap verir. Çünkü Kur'an-ı nedir? Ud'uni estecib lakum. Bana dua ile size cevap verin. Cevap vermeyle kabul etme arasında fark var. Allah bütün dualara cevap verir. Mesela deyir uşaq. Uşaq həkimi deyir, ey həkim mənə bax. Deyir, nə istəyirsən? Deyir, filan dərmanı ver. Həkim də baxacaq ona. Deyir, eyni istədiyi dərmanı verəcək, ya ondan daha yaxşısını verəcək, ya da məsləhətini heç ona verməyəcək. Çünki həkim xəstəndə yaşda deyir, xəstə həkim yox. Eləcə Cenab-ı Hak, biz Cenab-ı Hakkın məxluq olduğuna görə o bizi daha yaxşı tanıyır. Ya biz istəyəndə bizim eyni istədiyimizi verir, ya daha yaxşısını ya da məsləhətinə uyğun verməz. Çünki o nazıdır, geçmiş, gələcək, hər şeyi bilir yəni. Həm dua bir ubudiyyətdir. Yəni dua eləyirsənsə, bir qulluq vəzifəni görürsən. Onsuz da eləməlisən, sənin bu qulluğundur. Sənin istəyin həyata keçdi, keçmədi, sən bunu eləməlisən. Bu vəzifədir. Ubudiyyət isə səmərət-i uxrəviyyədir. Və qulluğun da meyvəsi müvəqqəti bu dünya deyil. Onun meyvəsi axirətdir yəni. Dünyəvi məqsadları isə o nevi dua və ibadətin vaxtləridir. Başımıza gələn problemlər və yaxud da bizim istəklərimiz ki, o istəyir, dua etmək ehtiyacı yaranır, o da duanın vaxtıdır. O məqsadlar qayələr deyil. O dediyim problemlər qayə deyil. Yəni onun həlli, problemin həlli məqsəd deyil. Mesela yağmur namazı və duası bir ibadətdir. Yağmursuluk o ibadetin vaktidir. Yoksa o ibadet ve dua yağmur getirmek için değildir. Mesela müminler arasında yağış namazı, istisqa namazı kılırlar. Yağış yağmayanda o namaz kılmaya başlayır. O namaz ona göre kılınmamalıdır ki, yani namaz yağışı yağdıracak. Əsl o niyyət olsa o dua qəbul olunur. Eğer sırf o niyet eləsə o dua ve ibadət xalis olmadan qəbula layık olmaz. Nasıl ki güneşin qürubu akşam namazın vaxtıdır. Mesela güneş batdı biz akşam namazını qıldıq. Hem güneşin ve ayın tutulmaları küsuf ve xusuf namazlar denilen iki ibadet məxsusun vaxtları hem de güneş ve ay tutulmaları namazı var. Yani gece ve gündüzün nurani ayetlerini qablanmasıyla ve bir azamet ilahi ilana medar olduğundan Cenab-ı Hak ibadını o vakitte bir nevi ibadete davet eder. Yoksa o namaz açılması ve ne kadar devam etmesi müneccim hesabıyla müeyyen olan ay ve güneşin husuf ve küsuflarının inkişafları için değildir. Onsuz da astronomi ilimde hesaplanırdı ne kadar güneş tutulması müddeti var. Sen namaz kıldın kılmadın yani o güneş müddeti gidecek. Niye çağırır Allah Teala o namazı? Çünkü o namazın vaxtıdır. Hər dəfə o namazı qılmırsan ki sən. Ya o namazı ona göre qılmırsan ki üstündeki kölge geçsin. Xeyr. O namazı ona göre qılsan ki o namazın vaxtıdır. Başka vaxtda qılanmazsa qalx o namazı, o adda namazı. Aynen onun gibi yağmursuzluq daxı yağmur namazın vaxtidir. Yağış yağmamakta istisqa yağmur namazın vaxtıdır. Ve belliyelerin istilası ve muzur şeylerin tasallutu bazı duaların evqat-ı mahsusalardır ki insana vakitlerde aczini anlar, dua ile niyaz ile kadir-i mutlakın dergahını iltica eder. Başımıza gelen problemler, çetinlikler, üzleştiğimiz hamısının esasında Cenab-ı Hak bize neyi bildirmək istəyir? İstəsə o problemlər gəlməz. Xəstəlik bədənimizə gəlməz. Gəlməyə bilir də çox vaxt sağlam həyat keçirik. Acmaya bilirik. Acdırır.
bizi ehtiyac sahibi elətdirir ki, acizliyimizi anlayaq. Acizliyimizi anladığımız təqdirdə Cenab-ı Haqq'a yalvaraq. Bu yalvarışın içində saxtakarlıq, riyakarlıq olmayacaq, ikiyüzlülük olmayacaq. Bu yalvarışın içində səmimiyyət və ixlas olacaq. Demək ki, başımıza gələn bəlalar da bir növ o duanın vaxtıdır. Eğer dua çok edildiği halde belli yere def olunmazsa denilmeyecek ki duam kabul olmadı. Belki denilecek ki duanın vakti kaza olmadı. Eğer Cenab-ı Hak fazl-ı keremiyle belayı ref etse nurun ala nur, o vakit dua vakti biter, kaza olur. Demek dua bir sırrı ubudiyettir. Demeli biz dua elədiyimiz təqdirdə ki başımıza bir iş gələndə, xəstələnəndə, bir problemlə qarşılaşanda əgər problemimiz həll olmur və yaxud da sağalmırıqsa deməyəcəyik ki dua qəbul olmadı. Deyəcəyik ki hələ duanın vaxtı qurtarmır. Bir de o sahabelerden geçiyor diyorsun. Xəstələnməyəndə deyir, deyirmişlər ki, ya görürsən Allah məni unutdu, mən heç xəstələnmirəm diye. O harada keçiyor? Bilmirəm. Bilsəm deyirəm. Rüyalardan oldu. Xoşbəxt olublar, birdən-birə hər şey. Ki, yalnız bu qələbələrdən döldü. Yəni, inşallah biz birdən oldular da. Bir de o şey var da, o da hədis sen bilirsən bəlkə. Axır zamanda, Peyğəmbərdə hədisi bəlkə. Axır zamanda fakirlər də deyir namaz qılmayacaq. Ola bilər. O hədis oxunmuşum. Fakirlər də namaz qılmayacaq. Mən o şeydə keçir. Məktubda. Yoxdur. Yəni olsa mən kitabda olsa bilərəm. Yəni onu mən pək Fakirlər də namaz qılmayacaq axır zamanda. Sen kime güvenir, neye güvenirsen o varlığı puluna güvenir. Kılmız şeyler verir, ancak fakirler de kılmayacak. Mən onu araşdırdım, o deyil bilmirəm. Fakirlərdən bir var mı? Sen saymıyorsan. Heç nədə onları bəyənmirlər. Elə insanlar var. Ubudiyet, yəni qulluq isə xalisən livecillah olmalı. Qulluq sırf səmiyyətlə Allah üçün edilməlidir. Yalnız acizini ishal edib dua ilə ona iltica etməli, rubiyyətinə qarışmamalı, tədbiri ona buraxmalı, hikmətinə etimad etməli. Nə etməlidir insan? 1. Acizliyini bildirməlidir, ona sığınmalıdır, Allahın rubiyyətinə, işinə qarışmamalıdır, nəticəni, tədbiri ona həvalə etməlidir, Allahın hikmətini etimad etməlidir, rəhmətini itham etməməlidir. Evet, hakikat halde ayet-i beyinatın beyanı ile sabit olan bütün mevcudat her birisi birer mahsus tesbih ve birer hususi ibadet, birer has secde ettikler gibi bütün kainatın dergâhliğe giden bir duadır. Demek ki ayet-i kerimede göründüğü kimi bütün kainattan her bir məxluqun elədiyi ibadətdir, zikirdir, Allah'a gedir. İlahi dərgaha gedir. Necədir o? Məsələn, gəlin danışaq ki, hansı formada olur? Cansız və canlı məxluqların ibadətləri hansı formada? Ya istidat lisanı ilədir. İstidat dili. Bütün nebatatın duaları gibi ki, hər biri lisan istidadı ilə feyyaz-ı mutlaqdan bir surət tələb ediyorlar ve esmasına bir mazhariyet-i minkeşife istiyorlar. Bütün bitkilerin dualarıdır. İstidat lisanı. Onlar bir surət tələb edirlər. Bir çıxmaq, necə formada çıxın, Allah da onun duasını qəbul edir. Demək, istidat lisanına edilən dualar nədir? Nəticəsi olan dualardır. Və ihtiyacı fitri lisanı ilə, fitri ihtiyac dili var. Bütün zihayatların iktidarlar daxilində olmayan hacat-ı zariyeleri için dualardır ki, her birisi o ihtiyacı fitri lisanı cevvadı mutlaktan idame hayatlar için bir nevi rızık hükmünde bazı metalip istiyorlar. Yani olmazsa olmaz meselesi var bu fitri ihtiyaç dili. Bunun nəticəsi necə görür? Məsələn, Allah Teala bizim həyatımızı davam etdirmək üçün ən vacib ünsur olan oksigen, havanı yaratmış.
Görürsəm yani hayatımız onu talep ettiğinden bu dua %100 kabul olur. Məxluqların ruzilənməsi. Biz gedib o vəhşi çöldə heyvanları qidalandırmırıq ki, onlara xüsusi yem vermirik. Bunların hamısı fitri ehtiyac duasıdır. Ciyərim onu istəyir. Allah havanı yaradı. Görsün ciyərin duası nə tez gəlir. Bırakmır yani onun deyini. Ve lisan ızdırarı ile bir duadır. Bir de ızdırar dili var. Istırar dili ne demek? Çaresizliktir. Çaresiz vəziyyətdə qalmaqdır. Duadır ki, muztar qalan hər bir ruh, çaresiz qalan hər bir canlı ruh sahibi qəti bir iltica ilə dua edər, bir hami məchulünə iltica edər. Çaresiz vəziyyətdə qalan. Məsələn, uşaq çaresiz vəziyyətdədir. Allah onun qırmızı qandan yerindən dümaqsud çıxardır. Bir malice belki Rabbi rahmine teveccüh eder. Bu isnevi dua bir mani olmasa daima məqbuldur. İndi növbəti dua gəlir. Dördüncü nevi iki en məşhurdur bizim duamızdır. Bizim elədir. İnsanlar elədir o da. Bu da iki kısımdır. Biri fiili ve hali, diğeri kalbi ve galidir. İki cürdür bunlar. Bir hareketle olunan dua, bir de sözle olunan dua. Mesela esbaba teşebbüs bir duayı fiilidir. Esbaba teşebbüs ne demek? Durum çayını kaynadım. Durum yemeği pişirim. Durum işe yedim oradan maaş alım. Yedim nəsə satım oradan pul alım. Bu nədir? Bu bir fiili duadır. Hərəkət olunan duadır. Esbağın içtimaın müsebbabı icat etmek için değil. Belki lisan haliyle müsebbibi Cenab-ı Hak'tan istemek için bir vaziyeti marziye almaktır. Sebeplerin bir araya gelmesi onun neticesi olması demek değil. Ne demek sebeplerin bir araya gelmesi? Mesela benim sağlam olmağım, səhər durma qabiliyyətim olmağım, maşının içində benzin olmağı, maşını kodlayıb işe getməyim, dərs keçməyim. Bunlar hamısı sebeplerin bir yerde toplanmasıdır, toplanışıdır. Bunların hamısının bir yerde toplanışı neticenin %100 vermesi demek değil ha. Neticeni Allah'tan gözlediğimiz. Yani bu sebepleri yaradan Allah bunun neticesini de %100 yaradır. Hatta cips sürmek hazine-i rahmet kapısını çalmaktır. Cüt sürmek, çotan. O vaxtlar çotan qoşurlar heyvana. Xış çotan. Bu nədir? Bu da rəhmət xəzinəsinin qapısını çalmaq deməkdir. Bu nevi duayı fiili Cevad Mutlaqın isim ve ünvanına müteveccih olduğundan qəbulü masariyyəti əksəriyyət mutlaqadır. Bu da çox vaxt qəbul olan duadır. İkinci kısım lisan ile, qalb ile dua etməkdir. Əli yetişmediği bir kısım metalibi isteməkdir. Gör nə qədər dua var. Axırda bildiğimiz o əli açıq dua etmək, yalvarış duası axırdadır. Eli yetişmediği bir kısım metalibi isteməkdir. Bunun en mühim ciheti, en güzel gayesi, en dadlı meyvesi şudur ki, dua eden adam anlar ki birisi var. Onun hatıratı kalbini işidir. Her şeye eli yetişir. Her bir arzusunu yerine getirebilir. Aczine merhamet eder. Fakirine medet eder. İşte ey aciz insan ve ey fakir beşer. Dua gibi hazine-i rahmetin anahtarı ve hikmet tükenmez bir kuvvetin medarı olan bir vesileyi elden bırakma. Ona yapış. Alay illiğin insaniyete çık. İnsanlığın en üstün mekamına çık. Bir sultan gibi bütün kainatın dualarını kendi duan içine al. Bir abd-i külli, bir vekil-i ümmü kimi İyyâke nesta'in de ya Rabbi senden isteyirik de. Kainatın güzel bir takvimi ol. Kainatın güzel bir məxluq ol. Subhaneke la ilme lena illa ma'allamtena inneke entel alimul hakim. Ve ahirden elhamdülillahi rabbil alemin. Lillahi Teala'l Fatiha.